Buralar İndoneziyanın gözəl məkanlarıdır. Deməli, Diengdən şeyə gedirik, Jogja şəhərinə gedirik. Jogja şəhərində gəzib axşam Jakartaya çıxacağıq. Burada yol üstündə bir seafood restoranında dayandıq. Uşaqlar dəniz məhsullarını sevirlər deyə mən də yoxladım. Bunun dindəki yeri şeydir. Əgər dəniz məhsuludursa, iyrənmədiyin bir şeydirsə yeyə bilərsən. Belə bir şey. Amma iyrənirsənsə o məkruh sayılır, yemisən. Deyir ki, Allah deyir, ey iman edənlər, əgər siz dininizdən çıxarsanız, dini yaşamazsanız, dinə qiymət verməsəniz, mən sizi silərəm, ataram, yerinə daha yaxşı qövm gətirərəm. Hansı ki, onun xüsusiyyətləri, onlar Allahı sevər, Allah da onları sevər. Burada bir mesaj var ki, Allahın istədiyi insan tipi Allahı sevən insandır. Sən Allahı sevən də Allah səni sevməzmi? Rızasına ivən də rızasını verməzmi? Sən haqqın qapısında canlar fəda eləsən, əmrincə hizmət etsən, Allah əcrin verməzmi? Bax, bunun adı Çumi Çumi. Sonra tutarıq böyle, uşaqlar yiyib tutarıq. Bax, bu Çumi Çumidir. Rezin kimi dadır ət. Bundan sonra bu da qəribə bir şeydir. Xərçəng kimi bir şeydir. İçini yeyirlər. Bir də udan var idi. Udan hansıdır? Udan da budur. Bax, bəx. Udan hana. Yes. Ay, nə tər yiyişlər. Buna bax, ona bax. Vay. Uşaqlar. Tam təbii hər şey. Niye gitsin? Mr. Akbar, itu caranya gimana ini? Allah, habis Syafiq paling tahu habis. Saya baru makan dikit, baru dua. Makan isinya? Baru Gimana dua. Syafiq? Ajarin Syafiq. Apa? Cara makan Itu tambahin protein. Kasih kulit tuh. Ini enggak dimakan kan? Tangan-tangannya? Tidak, Isinya aja? Isinya saja. Emang iya? Tapi kadang ada, Pak. Mali. Ini dimakan kan? Warna Burada deniz məhsulları var. Halalından. Deməli, bu dünya ləzzətləri həqiqətən çox limitlidir. Nə ayırsan qayır, nə eləyirsən elə. Yəni, sonu olduğu üçün hamısının bir yerdə adam bezir. Məsələn, çox xoşladığınız bir yemək var və açsınız. O yeməyi yeyəndən sonra deyirsiniz ki, bitdi də, yəni ləzzəti o qədərdir. Tox qarnına biraz yeyə bilərsiniz, ondan sonra xoşlamazsınız. Bütün dünya ləzzətləri bunun kimidir. Ona görə bizə elə bir yol lazımdır ki, insana elə bir yol lazımdır ki, o yol sonsuz olsun. Çünki insan bu qısa ömründə sonsuzu axtarır. Və bu da insanın sonsuza doğru, yəni Allaha doğru yol olmasına bağlıdır. Bir insan Allahı bilərsə, Allahı tanıyarsa, ona bağlanarsa, onda o ləzzətlərin hamısı
sonsuz olur. Çünki sonsuza gedən yol da sonsuzdur.